Mənim doğulduğum kənd Ağdamın qoşa çəkirlər bu adları. Abdal Gülablı. Aa, nə gözəl, nə gözəl. Mən Abdal kəndində anadan olmuşam. İki ayrı kənddir, İki doğru. ayrı kənddir. Ortalarından bir dənə yol gedir. Yolun bir tərəfi Gülablıdır, Bir tərəfi Abdal. bir tərəfi Abdaldır. Gülablı arandı, yəni dərədədir. Abdal dağdır. Təsəvvür eləyin ki, hətta fəsil fərqi var orada. Gülablıda tut solur, Abdalda indi yetişir. O dərəcədə fəsil fərqi var. Yəni o Abdal kəndinin insanlarının ləhcəsi də tamam başqadır. Ağdamda heç bir yerdə o ləhcəyə rast gəlməzsiniz. Onlar bax təsdiq formasında deyir gəlirəm, gedirəm. Amma inkar formasında deyir gəlməyirəm, getməyirəm. Aa, yəni alışdığımız Ağdamlıların danışığına xas olmayan bir tam başqa bir özü çox qəribə. Yəni bir-birinə özdə o kəndin adamları hamısı başdan ayağa Molla Nəsrəddin elə bil. Hamısında yumor, hamısında bir yəni yumoru olmayan adam çətin taparsan orada. Bir-birinə də belə xüsusi belə müraciətləri var. Görsən bir sözdən xoşu gəlməyəndə sallah niyə ölməyirsən? Yəni təsəvvür elə ki, indi sənəm. Mən o kənddən bir adam görəndə o diktorluq, o nitq mədəniyyəti, onlar hamısı yaddan çıxır. Oluram onlardan biri. Səsiniz sizə puldan çox nə qazandırıb? Hörmət.